Salamlar. Bugün isə miq səviyyəli mətni oxuyub onun suallarına baxacağıq. Gəlin başlayaq. Many people study how city life affects people. Əksər insanlar şəhər həyatının insanlara necə təsir etdiyini öyrənir. Cities are different from small towns and villages because many people live very close together. Şəhərlər kiçik, city böyük şəhərdir, town kiçik şəhərdir, village isə kənd deməkdir. Şəhərlər kiçik şəhərlər və kəndlərdən fərqlidir. Çünki çox insanlar bir-birinə çox yaxın yaşayır. Living in a big city can change how people behave and feel. Böyük şəhərdə yaşamaq insanların necə hiss etdiyini, necə davrandığını dəyişə bilir. In small towns, people care about what others think. Kiçik şəhərlərdə insanlar digərlərinin nə düşündüyü haqqında daha çox maraqlanır, daha çox onu vecinə alır. They often ask, onlar tez-tez sual verir, yəni soruşur. What will my family think? Ailəm nə düşünəcək? What will my neighbors say? Qonşular nə deyəcək? Gossip spreads quickly so people try to behave well. Yəni bu o deməkdir ki, biz kiçik yerdə yaşayırıqsa, cəmiyyətin nə deyəcəyinə çox önəm veririk. Gossip qeybətdir. Qeybət sürətlə, cəld yayılır. Belə ki, insanlar yaxşı davranmağa çalışır. These are informal rules. Bunlar qeyri-rəsmi qaydalardır. In big cities, these informal rules are weaker. Böyük şəhərlərdə isə bu qeyri-rəsmi qaydalar daha zəifdir. Yəni, kiçik şəhərdə insanlar bir-birinə yaxın yaşayır deyə hər xəbər tez yayılır. Hər kəs düşünür ki, görəsən mən belə desəm başqası nə deyəcək. Amma böyük şəhərlərdə belə problem yoxdur. Çünki insan çoxdur və bir-birindən uzaqda yaşayırlar. Instead, there are formal rules such as the police, courts and laws. Əvəzində deyir ki, polis, məhkəmə, hüquqlar kimi formal. Yəni, rəsmi qaydalar var. People must control themselves more. İnsanlar özlərini daha çox, daha artıq özlərinə nəzarət etməlidir. Children in cities are still controlled by family and neighbors. Şəhərlərdə, yəni böyük şəhərlərdə uşaqlar hələ də valideyn və qonşular tərəfindən uşaqlara nəzarət edilir. Adults, however, feel more free. Bununla belə, yaşlılar, orta yaşlı insanlar daha sərbəst hiss edir. Strong people are not affected much by this freedom. Güclü insanlar bu azadlıq tərəfindən çox təsirlənmir. But people who care a lot about others' opinions may feel confused or lost. Lakin başqalarının fikirləri haqqında çox düşünən, çox vecinə alan insanlar özünü sayın, çaşbaş qala bilər və yaxud itmiş, yolunu azmış kimi hiss edə bilər. In cities, many relationships are shallow. Shallow dayaz deməkdir, səthi. Şəhərlərdə çox münasibətlər səthidir. Münasibət ola bilər, dostluq, ola bilər, sevgi, ola bilər, qarşılıqlı münasibət və s. Qohum münasibət ola bilər. People meet others only at work, in shops, on buses or in restaurants. İnsanlar digərləri ilə yalnız işdə, mağazalarda, avtobuslarda və yaxud restoranlarda görüşür. Even with many contacts, people can feel lonely. Və hətta çox əlaqələrdə insanlar lonely yalnız hiss edir. Lonely sifətdir. Feel də bağlayıcı feildir, link verbdir. Sifətlə işlənir elə. They may feel that nobody cares about them. Onlar heç kim onları vecinə almır kimi hiss edə bilər. This loneliness can cause problems like mental illness, alcohol or drug use or crime. Bu yalnızlıq zehni xəstəlik, alkoqol və ya dərman istifadəsi və ya cinayət kimi layiq demişdik. Həm xoşlamaq deməkdir, həm də özündən sonra isim gəlirsə kimi deyə tərcümə olur. Yəni belə problemlərə səbəb ola bilir. Formal rules are less personal, so they are not as effective as informal rules in controlling behavior. Və formal qaydalar daha az fərqlidir. Belə ki, onlar davranışa nəzarət etməkdə qeyri-rəsmi qaydalar kimi effektiv deyil. İndi gəlin baxaq mətnə. Mətn nədən danışdı? Şəhərlərdə yaşayan insanlardan və kiçik şəhərlərdə yaşayan insanlardan. Kiçik şəhərdə ünsiyyətin daha yaxın olmasından,
insanların başqaları haqqında daha çox düşünməsindən, lakin böyük şəhərdə ünsiyyətlərin daha dayaz, daha səthi olmasından və münasibətlərdəki bu səthiliyin müəyyən problemlərə gətirib çıxarmasından danışdım. Hətta yalnızlığa da gətirib çıxarır. According to the text, people in small towns usually mətnə görə, biz mətnə görə düzgün cavabı seçməliyik. Hər bir variant düzgün ola bilər, amma bizə mətn əsasında olan variant lazımdır ki, o düzgün olsun. Kiçik şəhərdə insanlar adətən A-da deyir ki, başqaları haqqında çox düşünür. Elə bu ola bilər. B-də deyir ki, fewer, daha az başqaları ilə görüşmək şansı olur. Lakin xeyr, kiçik şəhərdə daha yaxındır deyə şans daha çoxdur. D daha çox sağlamlıq, daha sağlam şəxsiyyətləri olur. Xeyr, başqaları haqqında o qədər çox düşünürlər ki, yəni. D-da nə deyir? Polisi daha az, belə deyək də, görür və asanlıqla böyük şəhərlərdə əsər itə bilir. Ümumiyyətlə, Y variantını çıxırıq. Çünki bizdən kiçik şəhərlərdə olan insanlar haqqında soruşur və burada da qeyd olunduğu kimi bəli, başqaları haqqında görürsünüz. In small towns people care about what others think. Burada bu cümlədir deyə olacaq A variantı. Gəlin indi ikinciyə baxaq. One reason people in small towns behave well is insanlar kiçik şəhərlərdə yaxşı davranır. Bunun bir səbəbi nə idi? Qeybət qorxusu, zəif münasibət, polis qaydaları, iş imkanları, addiction, asıllıq qorxusu. Əlbəttə ki, qeybət qorxusu. Daha yaxşı davranır ki, görəsən arxamıza deməyəcəklər ki, filan kəs belə elədi. Yenə üçüncü suala baxaq. Müəllifə görə münasibətlər şəhərlərdə, yəni böyük şəhərlərdə necə olur? İnsanları daha güclü edir böyük şəhərlərdə. Psixoloji problemlərə səbəb olur. Ailələri daha xoşbəxt edir, ailələri ayırır. Yoxsa davranışı daha yaxşı edir. Davranışı daha yaxşı etmir. Böyük şəhərdə insanlar ayrıdır. Ailə də daha xoşbəxt olur, amma ailənin ayrıldığını da demir. Bizə ümumi insan arası münasibətdən danışır. Tək ailə yox, qonşu, qohum, dost və s. Və bu da olur, deməli, psixoloji problemlərə səbəb olur. İndi isə digər mətni oxuyaq. Professor Paul Sereno from the University of Chicago became famous for finding many dinosaur fossils. Professor Paul Sereno Chicago Universitetindən dinozavr fosilləri, çoxlu dinozavr fosili tapmaqla məşhur idi. People said he was very lucky. İnsanlar onun çox uğurlu olduğunu dedi. However, his luck came from his hard work and his decision to travel to very difficult and remote places. Bununla belə onun uğuru onun gərgin işindən, yəni çox çalışmağından və onun çox çətin və uzaq yerlərə, remote uzaq deməkdir, səyahət etmək qərarından irəli gəldi. Adətən elə olur da, insanlar çalışdı, başqaları deyir ki, bu sadəcə şansdır, sadəcə sənin çalışdığını sən özün görürsən. Sereno started making discoveries when he was a graduate student. Deyir ki, o məzun tələbə olanda discoveries kəşflər etməyə başladı. In 1984, he studied in China and found two new dinosaur species in fossil collections. 1984-cü ildə o Çində oxudu və 2 yeni dinozavr növü tapdı. When the Chinese government didn't allow him to dig in the Gobi Desert, he went to a local offshore in Mongolia. When sual cümləsində deyilsə, feili bağlama ande ande kimi tərcümə olur. Deməli, Çin hökuməti Gobi səhrasını qazmağa, dik qazmaq deməkdir, ona icazə verməyəndə o Monqoliyada yerli, yəni rəsmi orqana getdi. He explained in French that he wanted to hunt for the bones of big animals. O fransız dilində izah etdi ki, o böyük heyvanların sümüklərini ovlamaq istədi. The official misunderstood him and allowed him to enter as a big game hunter. Və böyük deyir, elə bir böyük oyun ovçusuna, böyük yox, oyun ovçusu kimi, as the like-ın sinonimidir, kimi ona o söhbəyə daxil olmağa icazə verdi. Elə bir ki, rəsmilər və onu səhv başa düşdülər. Misunderstood, səhv başa düşmək. Using fossils from China and Mongolia, Sereno created a family of bird-hipped dinosaurs by carefully comparing skeletons. Deməli, Çin və Monqoliyadan fosillərdən istifadə edərək Sereno deməli, diqqətlə müqayisə
skeletləri müqayisə etməklə dinozavrların ailə ağacını düzəltdi. His most famous discovery came in 1988 in Argentina və onun ən məşhur kəşfi 1988-ci ildə Argentinada idi. He found the skull kəllədir, and almost complete skeleton of a Herosaurus, the oldest dinosaur known at the time. O kəllə tapdı və demək olar ki, ən qədim bilinən, yəni o vaxt bilinən ən qədim dinozavr Herosaurus'un skeletini tapdı. 3 years later, yəni 1991-də he found another even older dinosaur nearby and named it Eraptor. Nearby yanında deməkdir. 3 il sonra o yanında hətta daha yaşlı bir dinozavr tapdı və Eraptor adlandırdı bunu. It was small, had sharp teeth and long claws and looked like a small Tyrannosaurus rex. Bu balaca idi, deyir ki, və kiçik Tyrannosaurus rex dinozavrına oxşadı, look like oxşamaqdı. Bir də iti dişləri var idi. This discovery showed that the first dinosaurs were small meat eaters that walked on two legs. Meat ət deməkdir. Meat eater da mürəkkəb sözdür, ət yeyən deməkdir. Bu kəşf göstərdi ki, ilk dinozavrlar kiçik ət yeyənlər idi və iki qıçı üstündə gəzirdi. Sereno was also the first scientist to search widely for dinosaur fossils in Africa. Sereno Afrikada dinozavr fossillərini geniş şəkildə araşdıran, tədqiqat aparan ilk alim idi. Həmçinin his trips to Niger and Morocco were very hard because of government rules and desert conditions, but they were very successful. Onun Nigeriyaya və Morokkoya olan səyahətləri hökumətin qayda qanunları və səhra şəraitləri ucbatından, because of ucbatından deməkdir. Özündən sonra söz birləşməsi gəldi 90%. Çox çətin idi. Lakin onlar çox uğurlu oldu. Deməli, mətnə görə biz tapdıq. Burada dinozavrların axtaran, yeni kəşflər edən bir alimdən, professordan danışılır. Deyir müəllifə görə Sereno'nun uğuru doğrudan da nəyə borclu idi? Çətin və uzaq yerlərə getməkdə. Daha sonra biz baxırıq. Biz mətndən nəyə başa düşdük? Mongolian rəsmisi deməli. Mongolian rəsmisi də inandı ki, Sereno böyük heyvanları ovlamaq istəyirdi. O özünü nə deyə tanıtmışdı orada? O deməli getdi. Bəli, hunt, ovlamaq istəyirdi. Deməli, inandı ki, ovlamaq istəyirdi. Bunu yazaq. Bu da başqa mətndir, yəni bunu da oxuyaq. In the last 50 years, the number of wild animals in Africa has become much smaller. Son 50 ildə Afrikada vəhşi heyvanların sayı daha da azalıb. This happened because people hunted animals too much. Bu ona görə baş verdi ki, çünki insanlar heyvanları olduqca çox ovladı. And because large areas of land were turned into farms. Və çünki böyük torpaq əraziləri fermalara çevrildi. Today many animal species are in danger of disappearing. Bugün çox heyvan növləri yox olma təhlükəsindədir. To protect wild animals, some African countries have created national parks. Vəhşi heyvanları müdafiə məqsədi ilə bəzi Afrikan ölkələri milli parklar yaradıldı. These parks are special areas where only wild animals live. Bu parklar sadəcə vəhşi heyvanların yaşadığı xüsusi ərazilərdir. Tourists can visit the parks and watch animals in their natural environment. Turistlər parklara baş çəkə və öz təbii ətraf mühitində heyvanları izləyə bilir. Countries like Burkina Faso, Cameroon, Kenya, Tanzania, Zimbabwe and South Africa have such parks. Bu sayılan ölkələrdə də belə parklar var. National parks help protect animals and bring money from tourism. Milli parklar heyvanları müdafiə etməyə kömək edir və turizmdən pul gətirir. They also allow scientists to study animals in the wild. Həm də o milli parklar alimlərə heyvanları vəhşi təbiətdə araşdırmağa imkan verir, icazə verir. Many scientists, tourists and animal lovers support these parks. Çox alimlər, turistlər və heyvan sevənlər bu parklara dəstək olur. However, there are problems. Baxmayaraq, bununla belə problemlər var. Africa's population is growing fast and many people need land for farming and herding animals. Afrikan əhalisi sürətlə artmaqdadır və çox insanların heyvanlar üçün və yəni
ferma üçün belə deyək də torpağa ehtiyacı var. Some people feel that national parks take land away from them. Bəzi insanlar belə hiss edir ki, milli parklar onlardan torpaq alır, torpaq götürür. Away from nəyisə aparmaq, uzaqlaşdırmaq deməkdir. Because of this, conflicts have started. Bunun ucbatından, buna görə konfliktlər, yəni ziddiyyətlər başlayıb. And these problems may continue for many years. Və bu problemlər çox uzun illər davam edə bilər. In Kenya, this problem is very serious. Kenyada bu problem çox ciddidir. The government tries to solve it by giving local people money earned from tourism. Hökumət turizmdən qazandığı pulu yerli xalqa verməklə problemi həll etməyə çalışır. It also spends money on projects that help them. Onlara kömək etmək üçün layihələrə həmçinin pul xərcləyir. The government hopes people will accept the parks if they benefit from them. Və hökumət ümid edir ki, əgər onlar, yəni insanlar parklardan mənfəət götürsə, parkları qəbul edəcək. İndi mətnə görə Afrikada vəhşi heyvanlar necə idi? Deməli, yerdə deyir ki, təhlükədə deyil, xeyr, təhlükədədir. Deməli, daha yaxşı deyil, qorunur. Gəlin baxaq. Fewer daha az, smaller sinonimdir. Bəli, son 50 ildə daha da azalıbdır. Daha sonra bu mətin deyir ki, insanlar, Milli Parkın əleyhinə olan insanlar, deməli, fermer və herderlər idi. Hansı ki, onlar deyir ki, bizim torpağımız yoxdur. Amma hökumət işçisi torpağından aldığı pulu o insana verirdi ki, məsələni həll etsin. Və Kenyan hökuməti ümid edir ki, deməli, Kenyan hökuməti ümid edir ki, turizmlə olan pulu verməklə insanlara, torpaq edən insanlara kömək edəcək.